Məqraba yox. Ən azı görürsünüz də. Deyək ki, hər şey biz özümüzü yıxaq yerə, kimsə bizim arxamızdadır, onsuz da toparlayacaqlar bizi. 3 nəfərik. Məndən çox, birinci əsas hər şeyin əziyyətini çəkən anamdır. Anamdan sonra da Timadır. Mən yəni gücüm çatan deyəndə nəsər başa salmışam. Mənəvi nə isə eləyə bilirəm. Всё. Başındakı meningiomada xoş xəstəli xərçəng növü. Sağ ol Əsmə, yaxşıdır qadın ol. Anamın yanına bu vaxt icazə yoxdur, 5-dən sonra var. Amma kağızda elə yazılır da, xoş xəstəli xərçəng. Bəli, şua mümkünsüzdür. Əməliyyat olubsa, ximiya alıbsa, şuadan qaçılmazdır. Sağ ol. Problem yoxdur. Xırda deyir, onun nətər, həkim keçən səfər deyib ki, çox xırdadır. Nə əməliyyat eləyə bilmərik hazırda, nə yarıb baxa bilmərik, nə bilməm, başım şişdi. Var, rayonda tanıdığımız adamlar var ki, 20-25 ildir əməliyyat olublar, amma müalicələrini götürürlər də. Amin inşallah. Prosto indi əməliyyatda adamdır da. Birini götürdülər, birini də içindən. Çaydan. Bilmirəm, 3-6, nəysə elədi, ildə yox, il üzə gecdi. Yaxşıdır, çox sağ ol. Yox, səhər çıxardacaq. Onu neçə il bundan qabaq elətdirmişik. Çista fibroması var idi. Fibroma ilə onu da elətdirmişik. Neçə ildir? Bəlkə də 6-7 il olar. Allah şəfa versin. Ürəyim daraldı, nə olur hər şeydən. Yetərincə olsa stresini çəkmişik. Dünən tezənə gəlmişim. Səhər 4-də çıxdım, 9 ili gəldim, çıxdım bura. Anamı bir tərəfə çıxardıq, ondan sonra keyf məndə yoxlanır. Sabah çıxardacaq. Bakıdayam. O sağ düzəlifdir. Çöldə ustanın yanındadır, haradadır, ustayla arası getdi. Sağ ol Arzum, yaxşıdır.
inşallah. Çox sağ olun hamınız. Sağ ol ay bacım. Ey sen Allah. Ayda. Şüasız olmaz. Axı əgər siz ximya almısınızsa, şüasız mümkün deyil. Şüa səhv eləmirəmsə yayılmanın qarşısını almaqdan ötəridir. Əməliyyatdan sonra şüanı alırlar ki, iraq olsun. İndi olar ki, nəysə olarsa yayılma ihtimalı olar. İştahda geçsə, işinə geçsə icazə verməzlər. Hələ işdən, onların ixtiyarı yoxdur işdən çıxartmağa. Çünki bu kefindən qalmır. 6 aydır ximya alır. İndi əməliyyat olub, kağız gedəcək ora ki, əməliyyat olubdur. Yəni özünü toparlayandan sonra işə qayıda bilər. Onların da ixtiyarı yoxdur ki, belə bir xəstəni işdən çıxartsınlar. Maraqlanmışıq hamısını. Yox, verməyib. Çox şükür. Əsas o da onu da verməyibdir. Yəqin ki, orqandan orqana fərq var da. Doğum evində işləyir. Sabah çıxardacaq. Şu çox ziyandı, ona görə ki, məsləhətdir. Allah, burada da dəmir alan var. Dünən axşam getdik, gördük də 5-dən sonra icazə var. Mən tanımır yəqin. Yaxşıdır şükür. Yaxşıdır. Yo, götürdülər. Birini götürdülər, birini də içindən əməliyyat elədilər. Əsas can sağ olsun, yaxşı olsun. Nəyə götürdülər, nəyə saxladılar, ondan heç nə dəyişəsi deyil. Usta ilə çöldədir, bilmirəm. Yox, rayondadır. Mən tək gəlmişəm. Başka heç nə olduğu kimdə qalıb. Yox, qara karandaşını çəkmişəm. Hara getdi, Allah qayıtmadı. Fenləmişim. Başında şiş.
Allah şəfasını versin. Başında hədə var idi. Əməliyyatın gecikmə səbəbi o idi də. Neçə gün usta deyəcəkdim. Allah qələt eləyirəm. Həkimlərin əlində qaldı kağızlar. O ona, bu ona, petə, nə bilim filan şeyə, bəhmən şeyə. İnşallah. Allah öz bütün xəstələrə şəfa versin. Bizimki də onun içində. Az yaxşı edirik. Seçobaq qızı. Heç onun yeridir. Elə bil 50-ci əsrdə yaşayır. Camaat ağzının içində də döydürür. Anormal. Anam çıxsın, anama da döydürəcək. Yox, onu ancaq izləmədə olacaqdı.